Axşamın xeyir Sona xanım. Akşamı xeyir bacı, akşamı xeyir. Nə tərsən, nə var, nə yox can? Yaxşıyam, sağ ol, siz nə tərsiz? Sağ ol can, sağ ol. Ay Sona xanım, valla Ay, sizə də baxırdım, elə göz yaşları gördüm. Ağlama ana, ağlama. O uşaq sənin əziyyəti itirir, özü bax, nə qədər alçalır o ATV-də. Valla çox naxaq, düm naxaq. O özünə tay adam tapmır, ay ana. Yox, biz demirik, bacı aile kurmasın, kursun. Ay, sağ ol. O nədir? Bütün alem ondan danışır. Özünə tay adamla gərək o ailə quruyur. Oturub fikirləşirdi ki, ha bu özümə münasib adamla kasıb olsun, mərfəti qanacaq olsun, qiriyyəti olsun. Əl-elə baş-başa verək dolanaq. Axı o sənin tayın deyil. Niyə elin qınağında qalırsan? Sənin anan atan yazıq deyil dinə. Hay? Ben böyle 3 dəfə zəngilədim, telefonu açmadı. Bax, niyə sən dinən elə hərəkət edirsən? O hələ dəliqanlı adam deyil, o hələ gənclik devrinə tezə başlayıbdı. Sən bilirsən, sən onunla həyat sürəndən sonra o sənin başına nələr gətiricidi. Bilə bilsən, mən niyə pis olam, bacı? Hacan, hacan. Zar mənim müraciətini yerə vurdu. Bəli, Zar ona qardaşlıq elədi. Heç kəsəyə eləməz Zar. Vallahi heç kəsəyə, heç kəs. Qardaş gəlib adama elə dayaq durmur. Zaruna atalıq, qardaşlıq, analıq, qərib yerdə gəlib orada oturubdu. Sən onun əziyyətini niyə itirirsən? Özün xəstəsən, səni təmənnasız həkimlərə verir, malcı elətdirir, bütün problemləri həll eləyir. Ağlama, fikir eləmə. Özü peşman olub, qayıtcıtdı. Sən üstə gəlməmlə dizlərini qoyub yalvarsın. Nə qızı, nə qədəri qoymaram, qutardı. Nə qoysan ki? Qutardı. Bir onu mən maraqlanacağım, görüm mən onun üstündən rədd eləyə bilirəm. Mən onu maraqlanacağım. Yox, nə ağlama, səndən soruşan olanda da dinən bilmirəm, mən yerini bilmirəm. Niyə ağlayıb özü yaşlı adamsan, özü təzyiqin qalxsızan, stresə düşürsən, gecənin soğuğunda nətər marozlar olur. Deyirsən orada sən bir loxma çörəyindən ötürü əziyyət çəkirsən. O sənin əziyyəti bilməyən sonra, neyirsən onu itirib axtar, bəli, ondan sonra göz yaşla tökürsən. Allah öyrətsin. Yox, mən Zar müəllimi nə boyda xərc çəkdi, nə boyda əziyyətlər, iynəsi, dərmanı, hamısını puç elədi. Ay anam, o onu başa düşmür da. Düşmür onu başa. Ki, ha bu mən atalıq, analıq, qardaşlıq eləyibdi. Bir mantıq olmayanda sən körək alanmırsan. Gör, sən nə qədər təmənnasız o malcı elətdiribdi. Nədir? Çöldə qalır. Belə cəhənnəmə qalsın çöldə. Arzu, gənə aşk Qur'anı eşit, yanıram. Allah səni xoşbaxt diləməsin. Atan da bu axşam canlatacağım, atan da sağ xeyir dua verməyəcək. Sən kimizinlə sən yandırmışsan, Allah səni də yandırsın Arzu. Hiç nə demirəm. Sən bir narkamana anan atanı sattın, bir narkamana. Tərəsmə qoy verir. Düşünmür, qızın başını kimsə yiyibdi. Qız düşünmür ki, öz-özünə, bu mənim tayım deyil, məndən bu neçə yaş balacadır? Neçə yaş balacadır bu məndən? Sən özəyə münasib bir adamdan ailə qur. Sən deyən yoxdur ki, sən ailə qurma. Qur. Abala, qızım, özəyə münasib adamdan ailə qur. Hay? Niyə uşaq-muşaqla sən ailə qurub, elə əskərə deyirsiniz, getməydi, əskərə getməydi, onun bir işi yoxdur. O nə ailə sağlayacaqdı? Qoy veriliş atılsın. Gör onun atasını, anasını mən evdə biabırləməsəm. Bax, canlasacağım, ulan ağzını dəyəcəm. Qoy mən kayıtlarım geçsin. Qoy mən kayıtlarım da geçsin. Ayana, o yönlü adam olsaydı, o yazıq arvad ona əziyyət çəkib baxıb, arvad deyil, məni döyürdü. Yönlü küçükdü o. Hay? Ana yazığın nə taksir var? O 6 dənə uşağı öldü, gətirdi, onu saxladı, ona çörək verdi, poxtan sidikdən çıxartdı. O arvadın əziyyətini itirdi o. O da məcbur qalıbdı, gəlibdi orada boşanır. Ki mən bundan canım qutarsın. Ay sənin başına dönüm. Tutaq ki Zarın verişindən qabaq boşanma yox idi. Bunun məhkəməsi var, prokuroru var, polisi var. Ay sağ ol. Niyə gəl orada öz-özü biabır eləyirsiniz? Bütün el aləm var. Mən eləm ona verişə gedəndə mən xəcələtimdən ölürdüm. Ölürdüm xəcələtimdən. Ki cəmaat hamısı bizə baxır. Gör nədən təri, kimdən təri çıxmışam. Bəli.
Get problemim məhkəməyə ver, orada həll elədik. Ha, bu uşaq mən deyil. Arkadaş, mən boşanıram, ayrılıram. Çıxmısan 10 milyon içində orada aylarla oturursunuz, özünüzü bet-biyabır eləyirsiniz. Akşam baxırdım Arzuya. Mahir oradan çıxdı, Mahir belə getdi, Mahiri tolatdılar. Az sen, neyirsən ondan sen danışırsan az sen? Neyirsən Mahirə qoş, git başı aşağı salla, malca elətdir, işi işlə da. Bir oğlan da naxşağa çıxanda, çıx git. Sən deyən yox ki, ərə getmə. Demiş ki, bak yoldaşım da deyir, anam bacım. Deyir ki kızına dinə, demir ama aile kurmasın, kursun. Ha, ay, sağ ol. Eğer evi eşi yoksa gelsin, ben maşınımı da veririm buna. Ha. Evi de gelsin otursun yanımda, evin birini düzeltecek. Gelsin. Oğlum yok bir şey. Oğul Yok kimese vereceğim Vahit. Ben bu evi kimese alırım. Oğul kimi birini tapardı, oğul kimde kaladı yanında. Bir 45 Ne olar? 50 yaşında adama. Ben Profesör Zahir müəllimin çok eziyetini dirdim, çok. Bəli. Ondan teri ezsin, ben onu ağlayıram. Hiç de yok, ben cehenneme. Kaç benim anam duraydı, atam arzu öyleydi. Benim anam atam duraydı, arzu öyleydi. Biledim ki evlat üstünde boşanmayacağım. Arzu sana pis olmamışım, Arzu sana pis olmamışım. Kişiden kalbe sen yetiştirmeyeceğim, kişiden kalbe sana denemeyeceğim, kalbet denemeyeceğim Arzu. Sen beni niye şerefsize sattın, neye göre? Özümden hesaplayamam ben. Bu qızın ağlı qaçıbdır, vallahi ağlı qaçıbdır. Özünə tay adamla hərəkət eləmir. Sən bu tayın, sən demirsən ki, mən ha bununla qoşulub qaçıb, bununla ailə quracam, mənə el aləm gülcütdür. Hay, niye özü alçaldırsan? Get sən, o qız malca olunub, yaxşı bir yerdə işe girib işləsəydi, vallahi o qədər ona ailə qurmaq üçün adam çıxacaqdı ki. Özü də başa Namusu qeyrət, Allah'ın dostum bacı, söz gelişi deyirəm. Benim yoldaşım ben boşayanda, ben gittim zavodda işledim, makaron sexində işledim, anama tama baktım. Anama tama baktım. Beni neçə yerden isteyen oldu. Dedim bilirsen ne var? Benim kızım var. Ben kızı ərə versem, ben hem oğlumdu, hem yezdemdi. Ben o ərə getmədim, ər sustamadım. Ama gene görsen öz ərime qayıtdım. Birinci ərimdi. Ben gezmemişim, bilememişim. Ben namusumla hamı akşam açacağım canlı. Hamı koy baksın görüp ben ne pozğunluq eləmişim. Arzu sayına bakmışım ben pozğunluqdan. Şerefsiz, vicdansız. Ay anam, bu sənin əziyyəti itirdi. İtirdi sənin əziyyəti. İtirdi. Ben ona yalnız Zahir müəllimin çok eziyetini tirdi. Qoşulub Zahir müəllimin gedirdi. çok eziyetini tirdi. Qoşulub geldi, neçəmsə özəl bir münasib adamla gedərdin. Daha ölməmişdin. Ay sağ ol, münasip adamla gezseydi. Münasib adamla gedərdin. Özəl tay adamla gedərdin. Ki, ha bu oğlan da bir hardasa işləyir, mənə bav saxlayıcıdır, dolandıra bilcidir, bir lokma çörək verə bilcidir. O nə işləyəsidir, o sən nə saxlayasıdır. Hay? Dünən Sirəyin uşağıdır. Allah'a şükür de büyüğünden sonra ben ona maraqlanım ki ben istedim onu dokumentalını silem. Sabah bir şey olanda deməsin ana ata gel. Koy silsin. Koy rahat olsun benim üstümden. Ev yoktu. Özünü bədbəxt elədi. Gül kimi qız, o efrə çıxanda, sifdə efrə çıxanda o yarmaça kimi gül kimi qız idi. Gedəydin ağıllı başlı, malca olunarsansa malca olun. Bir dənə işe gir, orada Zara xahiş elə, dinən ki, qardaş, nə olar, hamıda mən bir işe, özümə münasib bir işe qoy, orada işləyim. İşləyərdin, bir kirə öyündə oturardın, bir adam da rast düşəndə baxardın da ki, bu adamın da işi var, ailə dolandıra bilcidir, ona gedərdin, ərə getmək ayıb deyil ki. Özəl münasiblə, bir işi olan adamla, sənə bir lokma çörək verənlə, sabah sən başın bir yastığa çatanda, sən haraya çatanla, o hələ gəncdir, onun beyni qanlıdır, o ailə qədri bilən olmayacaqdır, əhlikef biridir o. Özdə əvvəl də nə bilim mən, sigaret çəkir, nağarır, nağarmır. O sənə baxdı, ayarsın. Mahir eynə, sen de mən baxışda tumuş ala bilmir. Ay sağ ol. İstəmir. Çorab ala bilmir, şalvar ala. O senin 7 mantlıq dərmanını almır. Sen niye sen az elə kişini?
Bax, neynirsən? Bunlar bu qız fikirləşmir. Bunun nəyinə vurulubdu qız? Mənim başım çıxmır. Onun kim ağıldan Üzü çıxardı? qotur, bədəni qotur, nəyinə vurulub bilmirəm. O qızın ağlı vallahi özünü idarə eləmirsən, mən qınama ki, ha bu mənim tayım deyil, məndən 10-12 yaş balacadır, mən bunu neynirəm, yorğanıma baxım, ayağımı uzadım, mən atam anam yazıqdır, söz gəlməsin üzünə, kənd qınağında qalmasınlar, vallahi adam səhər yazığı gəlir, o səhərin qurosunda düşüb gedirsən, bir loxma Allah- çörəkdən ötür ki. Heç kəs Ayaqqabı yoxdur, cırıq tapışqanı giyinirəm, ayağım Ay, sağ ol. stilyə gedirəm. Ayağım o gündən yağışın altında ayağım soğudu. Getdim peçin altına soxdum ayağımı ki qurusun giyinim. Ondan bəri mən xəstələnmişəm, mən kribə düşmüşəm. Arzu, Allah mənim əziyyətimi çəksə, Allah səni heç bəzbaq eləsin. Heç sən yarıma. Çox, Heç çox. nə demirəm. Mənim Çox ailəm iş gördü. Arzu özünü də biyabır elədi, anan atanı da alçatdı. Yerə vurdu. Bu boyda. Mən bəridə millət o ona vaxt baxır. bəridə gəzə bilmirəm. Ya mən anam zülmlə çörək qazanır. Hə indi ayana sənin işləyən vaxtın deyil. Sənə də ki ya bu yanında məsəl üçün oğlun olsa qazanıb gətirəsi vaxtıdır. Ayrı biri ola qazanıb gətirən vaxtındır ki, sən də otur bizim çayımızı, çörəyimizi hazırla. Öz ona dedim, həmişə deyirdim ki Arzu, ondan uzaqlaş. Arzu o analığını döyən, valla sən qədrini bilməyəcək. Bala, nə davam qarasız ki? canım yanır. Yox sabah deyəcək ki gedi işdə mənim siqaretim yoxdur, mənim nəyimsə yoxdur. Deyəcək canım çatmır, xəstəyəm, təpiyi qoycu Arzuya. Cəhənnəmə döysün. Gör nə qarasız ki? Cəhənnəmə döysün. Nə qarım? Arzu elə bilir ki, dedi onun qoltuğuna girib gəzir. Bu bunu çox istəyir. Daha demir ki, Arzudan istifadə edir ki, Arzunun bir əlində pul varsa istifadə edeyim, alım. Yox, verişə gedirsən, hamı deyir, yox. Ne yapmışsın? Cehenneme girsin. Əkirik canlıdan. Geçsin cehenneme. Görsən, kişi də nervilənib. Nağarsın. Söyür, ona söyür. Evlatda adam başına aşağı eləyir. Ağlama, fikir eləmə. Heç bir dənə əsəbləşmə eləmə. Ər-arvad bir loxma çörəyizi yiyin orada otur. Nə arasın? Nə arasın ayına? Kişi indi işdən gəldi, çay çörək verib, çağırdı, bundan söyləyəcəm. Axşam bir də Ver ayına, fikirləşmə. Fikirləşmə. Hara gedir, geçsin. Zəng eləyəndə sən də aşmacıqla. Qoy o səni axtarsın. Sən onu niyə axtarsan? Sən axtarmalıdır. Yazıqsan sən. Sağ ol can, sağ ol, fikirləşmə. Öpürəm Özən səni, müğayət yaxşı. ol. Mən də canım Hara gedir, var. geçsin. Sağ ol. Yaxşı, öpürəm, özündən müğayət ol, yaxşı. Sağ ol. Şey de nasıl geldi? Dostlar, birazdan açacağım. Qoy kişiyə çay çörək verim, yaxşı oldu rəyim, yaxşı. Sonra açarım.